Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Dünən Hayal kafesində baş tutan konsertində xalq artisti Röya Ayxanın çıxışı zamanı duyulanlar yaşanıb. Tamaşaçılar arasında əlil arabasında əyləşən, əlində tibbi sarğı olan bir xanım Röyanın mahnılarını dinləyərkən göz yaşlarını saxlaya bilməyib. Onun bu halını görən sənətçi dərhal ifasını yarımçıq qoyaraq tamaşaçıya yaxınlaşıb. Röya xanıma əyilərək hər şey gözəldir aşiqim, ağlama, daha ucadan ağlama, yoxsa mən də ağlayacağam deyə ona təsəlli edib. Sənətçi daha sonra ayağına gəlmişəm mahnısını birbaşa həmin xanıma həsr edərək ifa edib. Xanım isə nitqsiz halda yalnız göz yaşları ilə reaksiya verib. Ətrafda olan insanların da böyük diqqətlə izlədiyi bu an konsertin ən duyğulu məqamı olub. Sənətçi xanımı qucaqlayaraq öpüb, onu daha da sarsıtmamaq üçün uzun müddət yanında dayanıb.